Mən hər dəfə çağırırlar, siz kəsəyə çay verəcək, çağırıb döyürlər, yola salırlar. Bugün 2026-cı ildir. Bugün auditoriyam ta o pik vaxtımdan da daha çoxdur. 16-17 yaşında Kəsəcəm damarları deyə bir mahnı oxuyub bu cür fikirləri təbliğ edən Üzeyir Mehdizadə bu gün, yəni 36 yaşında da hələ də bu cür fikirləri təbliğ edən mahnı oxuyardımı? Bunlar hamısını düşünə-düşünə eləmişəm. Bizim müğənnilər biləcərdən kənara çıxa bilmir. Necə bacarırsınız ki, sizin bütün ifalarınız bu qədər sevilir? Bunun bir formulu var. Özümüzə daha çox vaxt ayırsaq, məncə onlarda daha yaxşı nəticələr olar. Bəs necə olur ki, siz ölkənin həm bu qədər qəbul etdiyi, həm də qarşı çıxdığı ifadəsiniz? Necə deyə bilmirəm, sizə danırsız çıxıb gəlirəm. Bu nə qədər olar axı? Apar bir dənə ona ulduz elə də. Bir dənə nicatla alınmır. Yəni bu musiqiçidir, sən də musiqiçisən. Nədir, 10 il səndən qabaq başlayıb, sən onu tanımadın, ayıbdır. Həmişə də Üzeyrin adı gələn kimi belə. O heç də nə deməkdir? Düz deyirlər də, o heç də. O heç də. Elə olub ki, səni alladıblar, deyiblər ki, filan qonaq gələcək, sən çıxırsan. Mənə dedilər ki, nicat çıxıb oradan gəldim. Demək elə sual da olur da burada, hətta ona cavab vermək də istəyir. Burada qonaqlar olub, suala cavab verməmək üçün evin eşiyini satıb ki... Vay. Yürütmək istəyirsiniz mənə burada. Zarafat bir yana, 24 may, saat 20-də, Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Linux Forte, Bay Hollywood.